Salam, əziz və dəyərli izləyicilərim. Mikrofon xarab oldu. Elə bir günə qalmışdı mikrofonun xarab olmağı. Səsim əgər zəif eşidilirsə bu başda üzr istəyirəm sizdən. Mənim əzizlərim, Rusiyada yaşayan Azərbaycanlılar soruşurdunuz ki, cücərmələri hardan ala bilərik? Budda olsun, maş olsun, qreçka olsun, brokoli olsun, hardan almaq olar? İndi sizə göstərəcəm. Düzdür, gələn kimi götürülür. Mən möcüzə elədim ki, nə yaxşı burada var. Ay necə oldu ki biz tapa bildik bunu? Mən düzdür, evdə özüm cücərdirəm. Prosta soruşanlar üçün deyirəm. Baxın, bu cücərmələr 1001 dərdin dərmanıdır. Üstünə də yazılıb jivoy vitaminlər. Həqiqətən də biz onları yeməmiş cansız sayılırıq, yeyəndə canlı sayılırıq. Eyni zamanda da onlar cücərməmiş dənlilər hamısı cansız sayılır, cücərəndən sonra isə canlı sayılır. Ona görə də bütün bədəninizdə, orqanizminizdə bilib bilmədiyiniz bütün xəstəliklərinizə çarədir. Əvvəl Allah, sonra cücərmələr. Qocalmanın qarşısını alır, yaralarınızı sağaldır. Hərçəngin qarşısını alır. Yəni ki, bu mənim fantaziyalarım deyil. Elmi araşdırmalar bunu təsdiq edir. Bütün alimlər, professorlar, xarici ölkələrə gedən xərçəng xəstələrinə onkologlar hamısı məsləhət bilir bunları. Və siz niyə yeməyəsiniz? Dünyanın bütün hər bir ölkədə satılır. Bir Azərbaycandan başqa. Heç olmasa Azərbaycanda olanlar ucuzdur. Özünüz cücərdin. Rusiyada olanların çoxu iş xanımları olduğu üçün cücərdə bilmirsiniz. Gəlin, alın marketlərdə, amma gərək səhər-səhər özünüz çatdırasınız ki, tez ala biləsiniz. Hər cürəsi var. Mən indi sizə yaxından göstərəcəm. Mənim əzizlərim, çox istəyirəm ki, Rusun nənəsi, babası 90-100 yaşına kimi gözəl gəzirlər, istirahətlərini edirlər. İstəyirəm ki, mənim xalqımda yesin, gözəl günü-günündən cavablaşsın. Olmaz mı əzizlərim? Gəlin göstərin. Baxın, əziz və dəyərli izləyicilərim, bax, bunun içində bu qarışıqdır. Görürsünüz, jivoy vitamini. Həqiqətən də elədir. Ay, mənim gözəllərim, nə olar? Cücərdin, yeyin. Baxın, deməli, maşdır, dənli, biz paxla deyirik, lobyanın cücərmişidir, yaşıl maşın cücərmişidir, sonra semiçkanın cücərmişidir, yəni günə baxan tumunun, sonra qaroxun, qarox elə qarox gedir, yəni qarışıq turpun, təsəvvür edirsiniz, turpun cücərmişidir, kətan toxumunun cücərmişidir. Bax, burada hamısı belə qarışıqdır. Hətta içində zeytun yağı və vilkası var ki, rahat üstünə zeytun yağını əlavə eləyib yeyəsiniz. Bu isə qarox, elə qaroxun adı hər yerdə qaroxdur. Qaroxun cücərmişidir, cücərmiş yerlərini götürüblər, kəsib yığıblar. Bax, baxın, indi bir saat sonra gəlsəniz heç biri yoxdur. Burada da yenə də qarışıqdır, salatlı rastgovoy mix, yəni vitamin bombasıdır həqiqətən də. Gəldik bura, bu yaşıl maşın və qarışıqdır. Görürsünüz, salat gedir, yəni cürbəcürləri var. Özdə jivaya energiya, mənim əzizlərim, həqiqətən də jivaya energiyadır. Yenə də səsimə görə üzr istəyirəm, çünki mikrofonum burada ikən xarab oldu. Bu da yenə də qarışıqdır. Qreçkanın, kətan toxumunun, buğdanın, hamısının qarışığı var. Niyə yeməyəsiniz, mənim əzizlərim? Bax, məni maraqlandıran budur. Niyə cücərtməyəsiniz, niyə yeməyəsiniz, əzizlərim? Çox-çox xahiş eləyirəm. Özünüz də araşdırın, internet zamanəsidir. Yoxlasanız, araşdırsanız görəcəksiniz ki, 1001 dərdin dərmanıdır. Mənim əzizlərim, bugünkü günlər özünüz də araşdırın. Desəniz, Məryəm xanım, necə cücərdirik səhifələrimdə var. YouTube, TikTok, Instagram, Facebook, bütün səhifələrimdə Məryəm xanım necə cücərdirsə, bütün sirləri sizlərlə bölüşürəm. Ona görə siz də başlayın cücərtməyə, 1001 dərdin dərmanından istifadə edin, canınızı gözəlləşdirin, günü-günündən gözəlliyinizə gözəllik gəlir. Bütün videolarımda dediyim kimi, əzizlərim, əgər Məryəm xanımın qrupuna qoxulmaq istəyirsinizsə, cəmi bircə dəfə 20 manat deməklə sağlığınıza qovuşmaq istəyirsinizsə, qəbzlikdən, qazdan, köstdən canlı tutarmaq istəyirsinizsə, cəmi bircə dəfə 20 manat ödəyəcəksiniz. Bəylər üçün ayrıdır, xanımlar üçün ayrıdır. İstəsəniz buyura bilərsiniz və bütün sizin üçün linklərinizi istəyini göndərəcəm. Özüm nələrdən istifadə edirəmsə, onları sizə göndərəcəm və xeyir tapacaqsınız. Sizlər də mənə o birisi izləyicilərin dualar eləyəcəksiniz. Mənim əzizlərim, nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə əzbərləyəcəm. Necə deyirəmsə, o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 90. Mənim əzizlərim, şükürlərinizi bol edin, şükürləriniz çox alsın, şikayətləriniz azalsın, şikayətləriniz azalsın. Sağ olun.